Biz düz yolda deyilik. Yüksek vəzifədə işləyən adamların böyük əksəriyyəti bugün ay dünya dağıldı, korrupsiya baş verdi. Qaşıqla verirsən, ancaq kömçəklə istəyirsən. Külmənin başıma sən də malumətə verirsən. Təhsilin səviyyəsi o dərəcədə müsbət tərəfə dəyişmir. Əlifbanı bilməyən uşaqdan imtahan götürülür. Belə şey olar mı? Heç kəs də bilmir ki, bu imtahanın sualını kim hazırlayır. Dünyanın heç bir ölkəsində bu cür repetitorluq yoxdur. Bu bir tərəfdən məktəbi nüfuzdan salır, hörmətdən salır. Bir tərəfdən müəllimi hörmətdən salır. Orta məktəbi bitirən bütün şagirdlər hökmən ali məktəbə qəbul olmalıdırlar. Əzbərrətdir, oxuya bilməyəcək kimi. Müəllim onu dərs danışır, uşaq müəllimi çəkir, onu da kənara göndərir. Neçə il oxudu, o universiteti qutara bilmədi. İnanarsınızmı? Biznesmenə də müəllim deyirlər, başına da müəllim deyirlər. Yalnız maaşı artırmaqla iş görmək olmaz. Diplom cibində gedib bazarda məni bağışlayın, araba sürəcəksə, ona diplom vermək nə mənası var? Mən nazir olanda bu bəlaları çəkmiş bir adamam. Bir böyük məktəbin direktoru durdu ki, mən adam öncə bilmirəm. Bizim insanlar, əksəriyyəti bugün özünü xoşbəxt sayır. İndi elə Bakı Dövlət Universitetindən üzbəüz bir yerdə çalışırsınız və yeni təhsillə əlaqəli bir sahədəsiz. Yeni təhsildən uzaqlaşmamısınız, belə demək mümkünsə, deyilmi? Elədir. Bəs necə fikirləşirsiniz? Bax, Azərbaycan təhsili və sözün böyük mənasında, indi deyirəm, hər gün gəlirsiniz, gedirsiniz universitetindən üzbəüz Bakı Dövlət Universitetindən tələbələr çoxmu dəyişib, gənclər çoxmu dəyişib? Əlbəttə, tək tələbələr dəyişməyib, bütövlükdə cəmiyyət dəyişib. Cəmiyyətdə baş verən hadisələr dəyişib. Təhsil də cəmiyyətin bir hissəsi olduğuna görə, tələbə də cəmiyyətin bir hissəsi olduğuna görə, müəllim də, ona görə hamısı dəyişibdir. Dəyişikliklər çox ciddidir. Ən vacib odur ki, o dəyişikliklər xeyirlidirmi, uğurludurmu, məqsədə doğru gedirmi? Bu problemdir. Ancaq dəyişməyin əlbəttə hamısı dəyişibdir. Müəllim də dəyişib, tələbə də dəyişib. Universitetin özü də dəyişib. Vaxtilə universitetdə maliyyə baxımından çox ciddi problemlər yaşayırdıq. Yadınızdadırmı? Hətta mən xatırlayıram, təbaşir çətin tapılırdı, elektrik lampaları çətin tapılırdı, partalar köhnə idi, mənim yadımdan istilik sistemi işləmirdi və s. İndi şükür Allah o problemlər heç biri yoxdur. Hamısı həll olunubdur. Gözəl auditoriyalar qızdırılır, partalar, yazı taxtaları, təbaşir də işlənmir, flomaster işlədirlər və s. elektron lövhələr və s. Yəni bunların hamısı var. Ancaq məzmun necədir? Bu məzmun müasir tələbatı ödəyirmi? Metodika necədir? Müəllimlərin səviyyəsi artıq bu tamamilə başqa bir məsələdir. Problemlər azdır, maddi problemlər azdır, gözəl siniflər, siz demişkən qızdırılmış otaqlar, yeni müasir lövhələr və s. Əvəzində bunun qarşılığında təhsil necədir sizcə? Mənə belə gəlir ki, onun qarşılığında təhsil məzmun etibarilə, metodologiya etibarilə o dərəcədə müsbət tərəfə dəyişməyib. Yəni, elə bil ki, o maddi texniki bazanın surətinlə və keyfiyyətinlə əgər müqayisə eləsən keçməyində təhsilin səviyyəsi o dərəcədə müsbət tərəfə dəyişməyib. Bunun da çox sayılı əlbəttə problemləri var. Onun haqqında çox danışmaq olar. Məsələn, təsəvvür eləyin ki, 30 ildən çoxdur ki, Azərbaycanda ali məktəblərə tələbə qəbulu test üsulundan aparılır. Əvvəllər ali məktəblərin özü keçirirdi. Əvvəllər, məsələn, xarici ölkələrdə təhsil deyəndə yalnız SSR-nin tərkibində olan universitetlər başa düşülürdü. İndi Amerikadan tutmuş Yaponiya qədər ölkələrin təhsil müəssisəsi. Ona görə də çox ciddi dəyişikliklər olubdur və indi məsələ yaxşı olardı ki, arzu ediləndir ki, əlbəttə, hər bir ölkənin elmi və təhsili həmin ölkədə olan texnoloji yenilikləri irəliləsin.
yəni qabaqda geçsin. Çünki texnologiya, müasir texnologiya elmin bir nəticəsi kimi ortaya atılır. Ancaq təəssüf ki, açığını desək, son illərdə texnologiya elmi və təhsili qabaqlamaqdadır. Bunun müsbət cəhətləri yoxdur. Bax, məsəl üçün, uşaqlar, balaca uşaqlar əllərində telefondan sizin bilmədiyiniz çox şeyləri çözə bilirlər, həll edə bilirlər. Valideynlər tamamilə özlərinin uşaqlarının təhsil almasına yönəldiblər. Az qala siz də az öncə danışdıq çəkilişdən əvvəl, bağçaya belə qəbul var artıq. Yəni, ilk sinifdən etibarən uşaqlar repetitor yanına gedirlər. Yəni, valideyn də əlindən gələn hər şeyi eləyir, uşaq təhsil alsın. Bilirsiniz, bunun hər birinin müsbət cəhətləri də var. Ancaq mənim fikrimcə mənfi cəhətləri daha çoxdur. Burada uşaqların, insanların fiziologiyasını, sağlamlığını hökmən nəzərə almaq lazımdır. Uşağa hər yaşında nə verməyin, uşağın nəyi qəbul eləməyin böyük əhəmiyyəti var. Məsələn, məni şəxsən narahat edən bir məsələ də ondan ibarətdir ki, bizdə adına şəxsiyyət yönümlü təhsil deyirik. Ancaq təəssüf ki, imtahan yönümlü təhsil bizdə bu dəqiqə daha çox danışılır. Yəni, il ərzində əgər mətbuatı bir monitorinqini keçirsən, görərsən ki, açıq aydın ki, şəxsiyyət yönümlü təhsil haqqında məsələ 10% danışıq gedirsə, 90% imtahan yönümlü. Məsələn, birinci sinifə siz dediniz ki, uşaq imtahan götürülür imtahandan. Əlifbanı bilməyən uşaqdan imtahan götürülür. Belə şey olarmı? Yaponiya bizdə deyirik ki, 100 il bizdən qabağadır. Yaponiyada ibtidai siniflərdə ümumiyyətlə imtahan deyilən şey yoxdur. Heç bizim dərslər kimi dərs də yoxdur. Hər uşağa deyək ki, özünə uyğun müəyyən tapşırıqlar verilir. O tapşırıqların içərisində uşaqda müəyyən ideyalar əmələ gəlir və yavaş-yavaş uşaqlar gedir. Ancaq bizdə imtahan çoxdur. Bir ildə bir uşaqdan nə qədər imtahan götürmək olar. Heç kəs də bilmir ki, bu imtahanın sualını kim hazırlayır. Bu suallar uşağın yaşına uyğundurmu? Və yaxud da biz məktəbdə həmin uşağa o suallara uyğun bilik və bacarıq verə bilirikmi? Yəni, bunlar nəzərə alınmasa, lap kobud belə bir misal var, deyir ki, qaşıqla verirsən, ancaq çömçəklə istəyirsən. Əslində qalsa, bizdə mənə belə gəlir, buna bənzətmək olar. Qaşıqla verə bilirik, sual olar, niyə qaşıqla verə bilirsən? Gücümüz ona çatır da. Yəni, bugün gücümüz ona çatır. Sən də gərək qaşıqla bundan sualını hazırlayasan. Əslində bizdə elə deyil, ona görə də bugün mən deyərdim ki, təhsilimi tək bugün yox, çox ciddi repetitorluq sistemi yaranıbdır. Bu, düzdür, dünyanın hər yerində repetitorluq var. Mən dünyanın əksər ölkələrində olub, ancaq belə şəkildə, geniş yayılmış şəkildə dünyanın heç bir ölkəsində bu cür repetitorluq yoxdur. O da ikinci bir paralel elə bil təhsil şəbəkəsi, təhsil sistemi yaranıbdır. Bu bir tərəfdən məktəbi nüfuzdan salır, hörmətdən salır. Bir tərəfdən müəllimi hörmətdən salır. Yəni, eyni zamanda uşaqlar, belə deyək də, ümumiyyətlə insan harada yetişir, cəmiyyətdə yetişir da. Tək bir uşağı bir evə salsaq, o cəmiyyət üçün hazır olmayacaq ki. Yəni, uşaq sinifə getməlidir, məktəbdə olmalıdır, dostu olmalıdır, uşağın yoldaşı olmalıdır, təmasda olmalılar uşaqlar bir-birindən. Ancaq repetitorluqda bunların heç biri yoxdur. Heç biri yoxdur. Ona görə də mən düşünürəm ki, bugün təhsilin ən ciddi problemi repetitorluqdur və onun da qarşısını cərmələrlə, inzibati yollarla almaq qeyri-mümkündür. Yaxşı, nə etsin? Valideyn bütün imkanlarını səfərbər eləyir, maaşının çox önəmli bir hissəsini 4-5 müəllim yanına gedirsə uşaq, ora sərf eləyir. Müəllimlər artıq öyrəşiblər o sistemə, dərsdə keçmirlər, dərsdən sonra keçirlər onu. Və nəticə etibarilə siz də demiş, nəticə etibarilə uşaq ancaq test suallarına fokuslanmış şəkildə bir təhsil öyrənir. Amma nəticədə institutda qəbul olur, hədəfə yönəlik bir... Mən sizə deyim, əlbəttə bugün o qədər geniş yayılıb ki, nə bir əmrlə, nə bir sərəncamla, nə bir qərarla bunun qarşısını almaq mümkün deyil. Əvvəla gərək tanınmış, inanılmış mütəxəssislər bunun səbəblərini, bir xəstəni müalicə eləmək üçün əvvəlcə bunun diaqnozunu qoymalısan. Mən uzun müddət həyatım boyu bu işlə məşğul olan kimi belə fikirləşirəm ki, müxtəlif istiqamətli addımlar atılmalıdır. Bir tərəfdən əlbəttə
imtahanlar məsələsi xüsusi diqqət cəlb eləyir. Məsələn, dünyanın bütün ali məktəblərində gənclər iki qəbul imtahanı verəcəm. Riyaziyyatdan, bir də dildən. Bizdə neçə fəndən imtahan verirlər? Bəlkə də 5 imtahan, 6 imtahan, nə bilim, baxırıqsa. Yəni, görəsən buna ehtiyac varmı? Bu bir məsələ, bir tərəfdən. İkincisi, imtahana düşən suallar, təkrar da olsa deyirəm, görəsən, məktəbdə bizim uşağa verdiyimiz biliyə uyğundurmu, uyğun deyilmi? Bunu eləmək lazımdır. Üçüncüsü, orta məktəb bitirən bütün şagirdlər hökmən ali məktəbə qəbul olmalıdırlar. 4. Düzdürmü? Bəs bunun olması üçün nə etmək lazımdır? Məsələn, mən nazir vəzifəsində işləyəndə dünyanın bir çox ölkələrini gəzib görmüşdüm ki, orta məktəbi qutaran uşaqların yarısı, bəzi ölkələrdə yarıdan çoxu peşə məktəblərinə gedirlər. Peşə məktəblərinə gedirlər. Məsələn, 50-60-cı illərdə biz oxuduğumuz dövrdə orta məktəbi bitirən uşağın, məsələn, 15 uşaq bir kənddə bitirirsə, onun biri ya ikisi ali məktəbə gedər. Onu da elə bir kənddə, kənd özü seçim edirdi, elə bil. Müəllimlər özü seçim edirdi. Hətta mən xatırlayıram, biz orta məktəbi qutaranda, orta məktəbdə zəif oxuyan bir uşaq əlinə çamadan alır, məktəbin direktoru soruşur, hara gedirsən, deyir, ali məktəbə. Deyir ki, mənim başıma sən də ali məktəbə gedirsən. Yəni, olmamalı, elə cəmiyyətdən elə bir seçiminə qiymət vermək lazımdır. Hər adam niyə ali təhsil alsın ki, əgər bunun gücü yoxdursa, sən zorla bunu bir il əzbərlətdir, geçsin. O bir il qazandığı, bir il imtahan və sonra oxuya bilməyəcək ki bu. Bax, bu məsələlər amma qəbul olurlar. Çox maraqlıdır ki, məsələn, kiçik ballarla qəbul olurlar, bir şəkildə də oxuyurlar, bitirirlər o zaman. Olurlar, ancaq heç kəs bu 30 il ərzində çox vacib olan belə bir elmi tədqiqat aparmayıb ki, gəlin görək, ali məktəblərə qəbul olan zaman ən yüksək bal toplayan uşaqların sonra nəticələri necə olur? Biraz aşağı toplayan, bunu yoxlayan yox. Ancaq yoxlanmalı məsələ bu daha əsas. Görək, o bizə xeyir mi verir, ziyan mı verir? Məsələn, mən sizə deyim ki, indi mən neçə ildir həyatda belə aktiv mövqeydə olan bir adam kimi bilirəm ki, məsələn, riyaziyyat elmini deyək ki, də buradayım mən artıq 12 ildir. Bu 12 ilin ərzində demək olar ki, riyaziyyat elminə, mexanika elminə ümid verən bir gəncin gəldiyinin şahidi olmadım. Oğlanlar isə, məsələn, 10 nəfərdən biri oğlan olsa sevinirsən ki, nə yaxşı belə oldu. Qızlar da Allah canlarını sağ eləsin. Bəzən, məsələn, qəbul olunurlar doktoranturaya, deyək ki, magistraturaya, sonra ailə qururlar, təbii olaraq və gedirlər. Yəni, ümid verən adamlar və Azərbaycan xalqını, Azərbaycan elmini dünyada təqdim eləyən, dünyaya olduğu kimi təqdim eləyən elə bir böyük alimimiz çıxmayıb. Deməli, biz düz yolda deyilik, bunu qəbul eləməliyik. Başqa bir şey, uşaqlarımızın ən azı bir 10-12% özü ən qabiliyyətli və imkanlı ailədən olan uşaqlar imtahanın qorxusundan xarici ölkələrə, ali məktəblərə gedirlər. Yəqin, siz də bilirsiniz də. O uşaqlar da gedib xarici ölkənin ali məktəblərində ya oxuyurlar, ya oxumurlar. Ancaq hər halda orada olanları görüb, onun əksəriyyəti Azərbaycana mənfi münasibətdə yaranır o adamlarda. Bəziləri isə heç qayıtmır bura. Yəni, bu da Azərbaycandan beyin axınına səbəb olur. Yəni, bütün bunlar ölkədə elmin və təhsilin inkişafına mane olan cəhətlər. Son zamanlar müəllimlərlə bağlı insidentlərin də sayı artmaqdadır. Səs yazıları yayılır, müəllimlər, direktorlar müəllimləri təhqir edirlər, rüşvət istəyən var. 8 Martı yenicə yerdə qoymuşuq, 8 Martda baş verən proseslər və s. Bu təkcə sizin fikrinizcə telefon əsri, WhatsApp əsri bunun mu ortaya çıxardığı məqamda, yoxsa elə hər zaman belə problemlər olub, sadəcə olaraq o zaman belə ifşa olma, belə deyək, imkanları geniş deyildi? Mənə belə gəlir ki, bütün dövrlərdə təhsilin problemləri olubdur. Ancaq bu qədər olmayıbdır. Ona görə bu qədər olmayıb ki, keçmişdə məsələn 60 il, 50 il bundan qabaq, 40 il bundan qabaq müəllimin nüfuzu çox yüksək olubdur. Məktəbin nüfuzu çox yüksək olubdur. Kim saldı müəllimin nüfuzunu aşağı? Danışarıq var. Müəllimə və məktəbə
cəmiyyətdə böyük hörmət olubdur. Cəmiyyət bir mənalı şəkildə qəbul edib ki, onun gələcəyi hökmən təhsillə və müəllimlə, məktəblə bağlıdır. Bir məclis olan ki, müəllim başa keçirərdilər. Valideynlər hamısı müəllimə hörmət edərdilər. Məsələn, ailədə müəllim haqqında yalnız müsbət söz danışılardı. Kimin həddi nə idi, belə deyək ki, müəllim haqqında məsələn, mənfi söhbət danışılsın. Müəllimlər özləri də belə deyək, o devrin tələblərinə uyğun hazırlıqlı idilər, məsuliyyətli idilər, ədalətli idilər. Bu şeylər hamısı var idi. Bilirsiniz, zaman keçdikcə məktəblərin sayı kütləvi olaraq artdı. Məktəbin sayı artanda müəllimin də sayı artdı. Ona görə də çox saylı olanda idarə eləmək də xeyli çətinlik əmələ gəlir. Mən düzgün başa düşün. Bir var ki, 10.000 adamı idarə eləyəsən, bir də var 100.000 adam idarə eləyəsən. Əlbəttə 100.000 adamın içində deyək ki, dövrün tələbinə uyğun olmayan daha çox olacaq. Nəinki 10.000 adamdır. Yaponiyada məsələn müəllim günündən bağlı. Bizim bir müəllim gedib orada Yapon bir müəllimlə dostluq eləyir. Onu deyir ki, bizimki deyir ki, bəs niyə siz də oktyabrın 5-ini müəllim günü kimi bayram eləmirlər? O da ona əyanı sübut eləyir ki, xeyr, bizdə hər gün müəllim günüdür Yaponiyada. Ona görə məsələ biz sizlər belə elədi. O baxımdan, yəni sizin dediyinizlə mən müəyyən mənada razıyam ki, bu telefonun, kompüterin, internetin, müasir informasiya vasitələrinin xeyri olduğu qədər də bu məsələlərə ziyanı var. Məsələn, hər uşağın əlində bir telefon var. İnandırım, dünən birini televizorda gördüm hansısa. Müəllim orada dərs danışır, uşaq müəllimi çəkir, görün bu necə ki, onu da kənara göndərir o dəqiqə. Yəni bu təlimə, tərbiyə sığmayan bir şeydir. İndi məsələn, qadağa qoyur ki, heç bir kəs telefon gətirməsin, valideynlər ayağa qalxacaq ki, bəs mən uşağımla necə əlaqə saxlayayım, bu da çətin. Ona görə bütün bunların aradan qaldırılması üçün mənə belə gəlir ki, qərarlar verməklə, inzibatı, cəza tədbirləri görməklə bunları aradan qaldırmaq olmaz. Cəmiyyəti maarifləndirmək lazımdır. Baxın, bir misal gətirirəm. Bizim çoxlu qohumlarımız var Türkiyədə yaşayanda uzağa getmək. Qonşu, bir millət, iki devlət və s. Orada bizim qohumlardan biri İstanbul Universitetində beynəlxalq əlaqələr üzrə prorektor işləyirdi. Onun bir oğul evladı var idi, İstanbul Universitetində oxuyurdu. Neçə il oxudu, o universiteti qutara bilmədi. Baxın, bizdə elə bir şey söyləsələr inanarsınızmı? Hətta bizdə o uşağa 4 yazsan səndən incəyərlər ki, niyə 4 yaz? Ancaq demək, cəmiyyətdə belə fikir formalaşıb ki, oxuyur, oxusun, oxumur, oxumasınlar. Bizdə isə deyir, hökmən oxuyub diplom almalıdır. Yəni, bunu da zorla eləmək olmaz. Gərək o qədər danışaq, o qədər təbliğat aparaq ki, heç kəsin ağlından keçməsin ki, mənim uşağım oxuyur, gedim görüm bu qiyməti necə aldı, niyə belə aldı, niyə elə almadı. Yəni, cəmiyyət o qədər durulmalıdır ki, müəllimə, məktəbə, təhsil sisteminə, qiymətləndirməyə inam o qədər olmalıdır ki, heç kəs bu işə müdaxilə etməməlidir və etməyə çalışmamalıdır. Əgər insan bir şeyi etməyə çalışacaqsa, gec-tez ona nail olacaqdır çox hallarda. Ona görə də, yəni, bu negativ halların o heç olmasa qonşumuzdan öyrənək də, doğma qonşumuzdan öyrənək ki, orada belə şey yoxdur axı. Doğru. Müəllimlərə hörmət məsələsi mənim üçün çox maraqlıdır. Siz dediniz, zamanında müəllimlər gələndə başı otuzdururlardı və s. İndi bütün vəzifəli şəxslərə müəllim, vəzifəli olmayan və yaxud da amma hamısı müəllim deyirlər. Biznesmenə də müəllim deyirlər, başına da müəllim deyirlər. Bəli, çox təəssüf ki, o qarışdırıb aləmi də. Doğru. Müəllimə müəllim deyirlər. İndi bir tərəfdən baxanda məsələn, kənardan gələn qonaqlara biz deyirik, görürsünüz, Azərbaycanda müəllim nə qədər nüfuzludur ki, məsələn, hamıya müəllim deyirlər. Belə. Ancaq əslində qalsa qarışdırmaqla müəllimdir, digərdir. Hərəni gəlir öz adınla çağır. Bizim kənddə aylıq əmək haqqı alan yalnız müəllimlər idi. Qalan kolxozçular kolxozun əmək gününə uyğun məsələ müxtəlif şeylər alırdılar da belə. Müəllim və kimə təcili pul lazım idisə müəllimin qapısına gedirdi. Kimə təcili lazım idisə bir yerə məktub yazdırsın, müəllimin yanına gedirdi. Kimə lazım idisə ki, hələ hamı oxuyub yazmağı çox bilmirdi, bir məktubu oxusun, ondan baş çıxarsın, qəzet müəllim. O baxımdan o zaman müəllimlik peşəsi nadir peşələrdən biri idi və o qədər də çox deyildi müəllimlərin sayı.
Hamizə müəllim, indi müəllim deyir ki, uşaq yanıma gəlməsə, bu uşaq çox zəifdir, sinifdə qalacaq, instituta girə bilməyəcək və s. Bu birinci sinifdən etibarən başlayır və müəllimlə valideyn arasında bir münasibət yaranır, al-ver münasibəti. Sən dərsdən sonra mən uşağını mənim yanıma gətir, mən ona dərs deyəcəm, amma pul müqabilində və beləcə o dediyiniz hörmət məsələsi orada sizcə bitmirmi? Elə orada hər şey bitmirmi sizcə? Orada belə, oradan başlayır əslində qalsa. Oradan başlayır bütün şeylər. Ona görə də onun heç biri olmamalıdır. Onun heç biri olmamalı. Müəllimim bir şey də deyim. Məsələn, mən Finlandiyanın təhsil sistemindən çox danışmışam. Orada təhsil qanununda yazılır ki, əgər şagird, məsələn, tutaq ki, orta məktəbi bitirir də, o proqramı yerinə yetirmək haqqında imtahan verə bilmirsə, müəllim məsuliyyət daşıyır. Hüquqi məsuliyyət daşıyır. Bizdə elə şey yoxdur axı. Yəni o da müəyyən, müəllim məcbur edir, uşağı öyrətsin, uşağı müəyyən bilik versin. Bizdə o da yoxdur. Çox problemlər var təhsildə. Ümumiyyətlə çox. Bizdə müəllimlər yaxşı maaş alırlar, prinsipcə, yəni çox da pis maaş almırlar. Son illərin artım var. Ən müsbət cəhətlərindən elmə ayrılan dedim mən, müəllim və məktəb direktoru. Mən ömrü boyu, məsələn 15 il təhsil naziri işləyəndə arzum buydu ki, məktəb direktoruna bir normal maaş verilsin. Çox müsbət halda ki, bugün məktəb direktorlarına yaxşı maaş verirlər. Demək, maaş səbəb deyilmiş də, hə? Demək, maaşı artırmaqla iş görmək olmaz. Və yaxud da yalnız maaşı artırmaqla iş görmək olmaz. Məsələn, müəllimlərin o sertifikasiya imtahanları verilmiş, mənim əmək haqqı artır. Ancaq nəticə varmı? Yoxlamaq lazımdır. Mənə belə gəlir ki, yəni, maaşı artırmaq, sosial vəziyyəti yaxşılaşdırmaq ola bilər ki, səbəblərdən biri kimi təsir eləsin, ancaq bu kifayət deyil. Bu kifayət deyil. Ümumiyyətlə, ən vacib mənim fikrimcə, əsas şərt odur ki, cəmiyyətdə fikir yaransın. Fikir yaransın ki, bu uşaq bilməsə və yaxud orta məktəbdə oxuduğu səviyyədə bilməsə, vacib deyil ki, vali təhsil alsın. Ancaq bizdə tərsinə deyil, hökmən ali məktəbə girmir. Məsələn, orta məktəbi bitirən, hardasa bizdə 100 neçə min uşaq bitirirsə, onun bəlkə də 90-95 min ali məktəbə qəbul olur. 80 min deyirlər yer var indi. Yəni, bu vacibdir. Əgər ali məktəb, bir tərəfdən də deyirlər ki, mənim oponentlərim də mənə deyirlər ki, Azərbaycan əhalinin ümumi sayının ali təhsillərə sayına nisbətinə görə SSR məkanında geridə qalır. Mən isə o gündə, o zamanda bu fikirdəydim, bu zamanda o fikirdəyəm ki, sayı artırmaqla iş bitmir. Ali məktəb bitirənin iş verəsən gəncərək. Diplom cibində gedib bazarda məni bağışlayın, araba sürəcəksə, ona diplom verməyin nə mənası var? Daha da o diplomu hörmətdən salır da. Ona görə bunlar bir-birinə bağlı məsələdir. Yəni, bir tərəfli, məndə ali təhsillərin sayı çoxdur, ondan fərq edir. Nə olsun fərq edirsən? Harada işləyirsən ali təhsillərini? Ona görə də bilirsiniz, həm də ali məktəblər öz qiymətini başa düşməlidir. Pul yığımlarıdır, müəllimlər günüdür, 8 martdır, yeni ildir, müəllimənin ad günü, müəllimənin nə bilim evlilik il dönümü və s. Milyon dənə səbəb var və bu pul yığımı vardır. Bu pul yığımını dayandırmanın bir yolu varmı? Hansı formada? Hər gün səslər, hər gün videolar yayılır. Mən tam əminəm ki, biz nə qədər o şeydən çox danışacağıq, nə qədər o şeyə çox qadağalar qoyacaqsa, o hadisələrin sayı artacaqdır. Yəni, qadağa qoymaqla onun qarşısını ala bilmərik. Bu bir. İkincisi, əgər bir şagird və yaxud da bir valideyn ürəklə gəlirsə ki, 8 mart ildə bir dəfə olanda müəllim aparsın bir gül dəstəsi təqdim eləsin. Yəni, bunu bizim cəmiyyətdə ay dünya dağıldı, korrupsiya baş verdi, belə kimi. Mən şəxsən belə fikirlərlə qətiyyən razı deyiləm. Gül dəstəsi deyil axı. 50 manatdan pul yığırlar. Mən dediyim gül dəstəsindən. Gül dəstəsi, hə, o problem olmaz. Yəni, yox, bizdə indi o gül dəstəsini də korrupsiya hesab edən var. Ancaq əlbəttə mən həmişə onun əleyhinə olmuşam ki, sistemli şəkildə hamıdan pul yığılsın, desinlər ki, bu qətiyyən bu cinayət tərkibli bir hadisədir, buna yol vermək qətiyyən olmaz. Buna yol verilməməsi üçün də təkcə bayram ərəfəsində və bayram günlərində deyil, il boyu bu məsələlər həll olmağa çalışmalı. Təkcə bir gündə həll edilməzsən ki sən. 4500-dən çox məktəb var, onun da nə qədər müəllimi şahidi var. Onun bir gündə sən əmr ver ki, qadağa. Onda belə çıxır ki, xəstəliyə qadağa qoyasan ki, bu gündən filan xəstəlik qadağa elə şey olar. İnzibati üsulu yoxdur bunun, cəzalandırma alan. Mənə belə gəlir ki, cəzalandırma ilə bu işlərin tam qarşısını almaq olmaz. Məncə cəmiyyətimiz buna hazır deyil. Bəlkə də cəzalandırma ilə daha da onu artırasan, bəlkə o da ola bilər.
başqa yolları, başqa halları görmüşlər. Mən başqa sahələrə qarışmaq istəmirəm. Əmək haqqı da artırmışıq, ad çəkmək istəmirəm. Cəzalar da tətbiq eləmişik. Nəticəsi, yəni istədiyimiz nəticəyə nail ola bilməmişik. Mənə belə gəlir ki, daha mükəmməl və ölkənin milli mentalitetinə uyğun olan tədbirlər hazırlamaq lazımdır. Bizim bu təhsillə bağlı, idarə etməklə bağlı bu tövsiyələrinizi, məsləhətlərinizi hazırki Təhsil Nazirinə verirsinizmi? Sizin maraqlı münasibətiniz də var. Hətta mən sizin bir fotonuzu birgə görmüşdüm. Tədbirlərdən birində söhbət etdiyiniz görüntülər var idi və mənim üçün maraqlı. Sizdən məsləhət istəyirlərmi, tövsiyə istəyirlərmi? Siz söylüyorsunuzmu? Biz bir neçə dəfə görüşmüşük. Bir dəfə nazirlikdə yığışmışıq, bir dəfə bu otaqda görüşmüşük. Əlbəttə, qısa zamanda bu dediklərimin, yəni düşündüklərimin hamısını demək olmaz. Ancaq mən həm o görüşlərdə, həm də sizin kimi jurnalistlərlə müxtəlif söhbətlər zamanı fikirlərimi mən çatdırıram, çox saylı fikirlərimi. İndi onlar bunu nə dərəcədə nəzərə alırlar, almırlar, mən bu dəqiqə deyə bilmərəm. Ancaq mənə belə gəlir, tək söhbət məndən getmir. Hər halda cəmiyyətdə müəyyən təcrübəsi, müəyyən səriştəsi, nüfuzu olan adamların fikrini nəzərə alıb qərar qəbul eləmək o adamın özünə də hörmət gətirər, o sistemdə irəliləyişə də səbəb ola bilər. Mən yəni düşünürəm ki, ölkənin Elm və Təhsil Naziri cənab prezident tərəfindən seçilib təyin olmuş bir adamdır. Heç düşünə bilmərəm ki, o adam hansı məsuliyyəti daşıdığını hiss etməsin, onu çox yaxşı hiss edir və o hamıdan çox çalışar ki, dövlətin başçısının və Azərbaycan cəmiyyətinin hörmətinə layiq olsun, çalışar hökmən. Ancaq bu çalışmaq o məqsədə nə qədər yaxınlaşır, onu hələ demək əlbəttə çətindir. Mən şübhə eləmirəm ki, o çalışır, ona heç şübhə eləmirəm. Ancaq yaxşı olar ki, digər məsələlər də nəzərə alınsa, mənə belə gəlir ki, işte dedim artıq, müsbət şeylər dedim, xeyli müsbət şeylərimiz var. Ancaq burada dayanmaq olmaz. Dünyada baş verən proseslərlə yaxından tanış olmaq lazımdır, öyrənmək lazımdır. Özümüzün milli mənəvi dəyərlərimizi təkrar gözdən keçirmək lazımdır və mənə belə gəlir ki, təhsil sistemində də, elə elmdə də yenilikləri təkamül yolundan aparmaq lazımdır. Hökmən və dar bir çərçivədə, məsələ pilot layihədə həyata keçirilib onun nəticələrini araşdırmaq, təhlil eləmək lazımdır. Əgər müsbətdirsə, çərçivəni biraz da genişləndirmək və s. və s. Bununla inşallah düşünürəm ki, Azərbaycanda təhsil sistemində və elmdə olan digər problemləri də həll eləmək mümkün olar. Bizim son günlər bilirsiniz ki, rus dilli bölmələr, Azərbaycan dilli bölmələr mübahisəsi çox geniş yayıldı. Hətta kino rejissor Ayaz Salayevin başlatmış olduğu bu mübahisə bütün ziyalıları əhatə etdi. Mənə sizin fikriniz maraqlıdır bu məsələdə. Gerçəkdən də rus dilli bölmənin məzunlarının daha səviyyəli, daha intellektual və daha yüksək təhsil göstəricisi malik olduğunu düşünənlərdənsizmi sizdə? Və əslində belə bir ayrım etmək, belə bir kateqoriyalaşdırmaq doğrudurmu? Mən sizə deyim də, yəni mən onun tərəfdarıyam ki və onun o yolda getmişəm ki, hər bir Azərbaycan vətəndaşı Azərbaycan dilini mükəmməl bilməlidir. Bu onun vətəndaşlıq borcudur, hökmən bilməlidir. Eyni zamanda hər bir Azərbaycan vətəndaşının ana dilindən başqa digər neçə dil bilməsi onun özünün, ailəsinin və dairəsinin və dövlətinin uğuru hesab oluna bilər. Ancaq bunu təhsilə ziyan vuraraq etməyin mən tərəfdarı deyiləm. Eyni zamanda bəzi adamlar biraz düzgün şərh eləmir. Bu işin içində olmayan adamlar. Bizim konstitusiyamızda yazılıb ki, Azərbaycanın dövlət dili Azərbaycan dilidir. Ancaq təhsil qanununda belə bir səhv eləmirəmsə bənd var idi ki, əgər müəyyən bir yerdə, ərazidə deyək ki, toplaşmış insanlar tələb eləsələr ki, bizim uşaqlarımız üçün rus dilində və ingilis dilində məktəblər açın, yəni onu da dövlət açmalıdır, borclu dövləti. Ancaq əgər belə məktəb varsa, orada hökmən Azərbaycan dili, Azərbaycan tarixi və Azərbaycan ədəbiyyatı hökmən öyrədilməlidir. Hökmən. Yəni, bax, mən nazir olanda bu bəlaları çəkmiş bir adamam. Siz xatırlayırsınız, mən nazir olduğum dövrdə rus dili ikinci ana dili idi. Və Azərbaycan dilli məktəblərdə, təlim azərbaycan məktəblərdə Azərbaycan dilinə ayrılan saat qədər
Rus dilinə də saat ayrılırdı. Biz bunu dayandıra bildik. Ancaq onun orada çox çətinliklər yarandı. 20 minə qədər müəllim boşda qalmaq problemindən qarşı. Onlar dəfələrlə qəbul elədi, ixtisaslarını dəyişmək. Yəni o problemi o zaman biz demək olar ki, yoluna qoyduq. İndi bu gün yaranmış problem mənə belə gəlir ki, çox adam bəlkə də ifrata varırlar. Ancaq indi mən burada heç kəsin adını çəkmək istəmirəm. Mənim fikrimcə hər bir vətəndaşın ilk növbədə borcudur ki, öz dilində səlis danışa bilsin. Geçsin bizim cənab prezidentlə nümunə götürsün. Məsəl üçün deyirəm ha. Niyə danışa bilməsin ki? Məsələn, mən nazir işləyəndə bir dəfə Bakının məktəb direktorlarını yığıb iclas keçirirdim. Bir böyük məktəbin direktoru durdu ki, mən Azərbaycanca bilmirəm. Mən onun cəmaatın içində təhqir eləmədim. Dedim ki, sən Azərbaycanın çörəyini yeyirsən, neçə ildir məktəb, niyə bir danışa bilmirsən? Sonra mənim üstümə keçmişlər, niyə belə deyəmsən, təhqir eləmirsən? Yəni, belə hallar da olubdur. Ancaq eyni zamanda təkrar olaraq onu da deyirəm ki, hər hansı bir xarici dilin öyrənilməsi və bilinməsi o insan üçün də, o millət üçün də başucalığıdır. Siz övladlarınızı Azərbaycan bölməsində oxutmusunuz, deyilmi? Bəli. Siz övladlarınızı Azərbaycan bölməsində. Övladlarım. Çünki son deyirlər o zamanın, o dövrün Sovet dönəminin və müəyyən illərin ənənəsi olub ki, vəzifəli insanlar övladlarını Rus bölməsində oxudublar. Amma mənə belə gəlir, hamıya aid deyil. Ancaq o deyilən sözdə biraz həqiqət var. Var həqiqət. Bu gün də var o şeylər. Yüksək vəzifədə işləyən adamların böyük əksəriyyəti bu gün iş yerində Rusça danışırlar. Sizcə niyə? Yəni bunun bir psixoloji səbəbi olması lazımdır. Yəni bu elitarlıqdırmı, yoxsa fərqli? O adamlar hesab edirlər ki, elitarlıqdır. Hətta o dildə danışmayanlara bəzən ikinci növ insan kimi də yanaşmalar da var idi, qabaqlar bəlkə də indi də var. Yəni mən görməmişəm. Ancaq hər halda mən düşünürəm ki, hər kəs öz ana dilində təmiz, mükəmməl danışmağı bacarmalıdır. Bacarmırsa onu o ölkənin vətəndaşı demək olmaz. Nətərsən burada yaşayasan, buranın havasını udasan, buranın çörəyini yeyəsən, burada böyüyəsən, ancaq bu ölkənin, bu millətin dilində danışmayasan. Bu gün də elə insanlar var, təəssüf ki, və o da bilirsinizmi, yenə günahı mən özümüzdə görürəm. Biz bir çox hallarda həmin adamları qınamırıq. Həmin adamların üzünə çəkmirik ki, niyə sən ana dilində bilmirsən? Elə biraz çəkinir. Müslüm, siz tez-tez bazarlığa gedirsiniz, özünüz edirsiniz hətta evinizin bazarlığını bildiyim qədərilə. Çünki bununla bağlı xeyli müsahibələriniz olub. Belə mən sonda onu soruşmaq istəyirəm. Qarşıdan da bayram gəlir və elində çərşənbə günlərindən birində görüşmüşük sizinlə. Azərbaycan insanı necə yaşayır fikrinizcə? Yəni siz bazarda olursunuz, necə yaşayır? Nə problemləri var, sosial problemləri görürsünüz, müşahidə edirsiniz. Azərbaycan insanı 2025-ci ilin mart ayında necə yaşayır sizcə? Mən düşünürəm ki, Azərbaycan insanının böyük əksəriyyəti normal vəziyyətdə yaşayır. Mən şəxsən belə hesab edirəm. Əlbəttə, yoxsulluq içində olanlar da var. Biz bunu danmırıq ki, 5%, 6% yoxsulluq var bizim ölkədə. Bəlkə də biraz daha çoxdur, onu mən dəqiq deyəmərəm. Ancaq bütövlükdə Azərbaycan insanı bugün özünü xoşbəxt hesab eləyir. Niyə hesab eləyir? Torpaqların azad olması, müharibənin başa çatması, ölkədə siyasi stabilliyin tam bərpa olunması, ölkədə iqtisadi inkişafın göz qabağında olması, qaçqınların, məcburi köçkünlərin öz el obalarına, doğma yurtlarına qayıtması, hətta Qərbi Azərbaycan icmasının yaranması və o icmada keçirilən, 2 il ərzində keçirilən tədbirlər, bizim də orada doğulmuş insanların öz dədə baba yurduna qayıtması insanlarda bir xoş əhval oraya yaradır. Mən sizə deyim ki, məsələn, mən xatırlayıram ki, mən görməmişəm, mən müharibədən sonra anadan olmuşam. Mənim atam, anam, valideynlər, digər qovumlar danışırdı ki, o müharibənin ağır illərində insanlar ac qalmağı qəbul edilmişlər. Sanki müharibə tez bitsin və qələbə ilə bitsin. Ona görə də o baxımdan bizim insanlar, əksəriyyəti bugün özünü xoşbəxt sayır. Ona görə ki, müstəqil və azad bir ölkədə yaşayan insanlar olaraq özlərini xoşbəxt sayırlar və dağıdılmış, məhv olunmuş Qarabağın bərpasını da gedən işləri görürlər. Eyni zamanda 200 ildən, 300 ildən çox bizimlə düşmənçilik eləyən ermənilərin vandallığının şahidi olub, o vandallığı bütün dünyaya
yəni nümayiş elətdirmək imkanı qazanmışıq ki, dünya baxsın, nəhayət gözünü açsın ki, ermənilər kimdir və nə ilə məşğuldur. Hər yeri dağıdıb talan eləmirlər. Yəni bu baxımdan mən hesab edirəm ki, bizim millətimiz dözümlü millətdir. Hətta sosial vəziyyəti aşağı olan insanlar da Allahına şükür Allaha, nə yaxşı torpaqlarımız azad oldu, nə yaxşı ərazi bütövlüyümüz tam bərpa olundu, nə yaxşı o məkirli düşmənlərin ayağı bizim ölkədən çəkildi. Bu baxımdan ümumiyyətlə insanlarımız bu Novruz bayramına, bu gündə çərşənbə günlərində biz də görürük, Novruz bayramına xoş ovqatla, mənə belə gəlir ki, əksəriyyətdə daha çoxu xoş ovqatla gedirlər. Sizə də xoş ovqatlı olmağı arzulayıram.